Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün imtahan suallarını bir-bir izah edəcəyik. Təbii ki, bu layihəmizə əgər əvvəlcədən baxmamısınızsa, kanalımıza daxil olun. Baxın, hər videoda eyni sual tipindən 5 müxtəlif formalda, rəqəmləri dəyişmiş formada suallar təqdim edirik və bu sual imtahanda olmuş sualdır. Siz beləcə bu sualı mükəmməl şəkildə mənimsəyirsiniz və öyrənmiş olursunuz. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun. Rənglənmiş fiqurun sahəsini tapın deyir. Bu tipli sualları yazmaq üçün biz bu fiquru sahəsini bildiyimiz fiqurlara çevirə bilərik. Məsələn, bunu bir düzbucaqlıya və bir də kvadrata ayıra bilərik. Düzbucaqlının eni 4, uzunluğu 6-dır. Sahə 4 vur 6, 24 kimi tapılır. Kvadratın isə tərəfləri bərabərdir və 2, 2 yazılıb. 2 vurulsun 2, 4-ə bərabərdir. 24 ilə də 4-ü toplayıram, olacaq 28. Yəni, bu fiqurun sahəsi 28-ə bərabərdir. Bu bir üsul. Başqa bir üsul da başa salım sizə. İkinci üsulumuz budur ki, bunu bütöv bir düzbucaqlıya tamamlayırıq və bu bütöv düzbucaqlının eni 4, uzunluğu 8 olduğuna görə 4-ü 8-ə vurub bütöv düzbucaqlını 32 tapırıq. Amma 32-dən bu hissə ağdır, boşdur. Bu bizə lazım deyil. Yəni, bu da 2 vur 2 də sahəsi 4-dür. 32-dən 4-ü çıxaraq yenə 28-i tapa bilərik. Yəni, ya fiqurlara bölüb tapırıq, ya da böyük fiqura tamamlayıb artıq hissənin çıxmağından tapırıq. İkisi də eyni qaydadadır. Bu arada bizim ödənişli sınaqlarımızdan yararlanmaq üçün 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. İkinci sualımız da eyni məntiqləndir. Rənglənmiş fiqurun perimetrini tapın deyir. Perimetr nədir? Kənar xətlərin cəmidir. Yəni, gördüyünüz bu kənar bütün xətləri toplayacağım, olacaq perimetr. Baxın, bura 4 santimetrdir, bura 8-dir, bura 2-dir, bu hissədə 2-dir, bu hissədə 2-dir, burada 6-dır. Yazıram 4 üstəgəl 8, üstəgəl 2, üstəgəl 2, üstəgəl 2, üstəgəl 6 bərabərdir. Eləyəcək. Deməli 10, 10, 24. Olacaq 24 santimetr. Perimetr kənar xətlərin cəmidir. Sahə isə daxilindəki ərazinin sahəsi sayılır. Bu arada sizlər üçün möhtəşəm monitorinq vəsaiti tərtib etmişik. Həm Azərbaycanda, həm riyaziyyatdan bütün imtahan suallarını əhatə edən test toplusu sizləri, yəni bütün kitab mağazalarından əldə edə bilərsiniz. Bu suallar vasitəsilə imtahanda yüksək nəticə göstərə bilərsiniz. Üçüncü sualımız rənglənmiş fiqurun sahəsini tapın. Rənglənmiş fiqurun sahəsini bunu 2 düzbucaqlıya bölməklə tapıram. Bu düzbucaqlının eni 5, uzunluğu 7-dir. 5-i 7-yə vuram 35. Bu düzbucaqlı deyil, bu kvadratda artıq. Çünki tərəfləri 3-lərdən ibarətdirsə, bütün tərəfləri bərabər olduğuna görə 3 vur 3 bərabər 9 olur. Və 35 ilə 9-un cəmi bizə verir 44 santimetrin kvadratı. B variantı bizim doğru cavabımızdır. Dördüncü sualımıza baxırıq. Bu videonu ətrafınızdakı şagirdlərlə, yoldaşlarınızla bölüşün, paylaşın ki, onlar da bunlardan faydalanmış olsun. Perimetr kənar xətlərin cəmidir. Bura 5-dir. Yazdım bura 5. Aşağı xət 10-dur. Üstəgəl bu hissə 3. Üstəgəl bu hissə 3. Üstəgəl 2. Üstəgəl 7. Toplayıram bunların hamısını. 15, 15, bu da 5, 20 və 30. Cavab oldu 30 santimetr. B variantına bərabərdir. Beşinci sualımızda şəklimiz tam düşməyib. Ona görə 5-ci sualın əvəzinə sizə nə verə bilərəm? Baxa, 5-ci sualımız düşməyib. Yox, onun əvəzinə sizə başqa bir sual verim, səbirli olun. 5-ci sual olaraq sizə şəkildəki fiqurun perimetrini tapın. Belə bir fiqur verirəm. Bu verilmiş fiqurun perimetrini tapacaqsınız. Bunun perimetrini tapmaq üçün əvvəlcə videonu saxlayın. Siz öz fikirlərinizi yazın. Çünki bu sual bayaq verdiyim sualdan daha düşündürücü sualdır. Yəni bunu da düz yaza bilirsinizsə, deməli sizin perimetri ilə bağlı heç vaxt probleminiz olmayacaq. Bu perimetri tapmaq üçün bura 10 olduğuna görə bunun qarşı tərəfində də buna paralel olan, yəni onunla kəsişməyən bu 3 dənə xəttin cəmi də 10 verəcək. Yəni evin divarlarını düşünün. Evdə belə bir divar var. Bununla qarşı tərəfdə də ona bərabər divar olmalıdır. Deməli aşağı 10-dursa yuxarıda da bir 10-umuz var. Həmin 10-u 3 yerə bölüblər. Bax 3 dənə qırmızı xətti yuxarıdakı xətti birləşdirərsiniz, aşağıdakı 10 eləyəcək. Sonra gəlin qələmimizin rəngini dəyişək, digər divarı deyək. Bu divar əgər 7 santimetrsə buna paralel olan, yəni kəsişməyən, bununla eyni formada dayanan bu 3 dənə xəttin cəmi də bizə nə verəcək? 7 santimetr verəcək. Digər xəttlərə baxaq. Əgər bu xətt 2 santimetrdirsə, bununla qarşı divarı bu da 2 olacaq.
Əgər bu xətt 2 sm-dirsə, bunun qarşı divarı bu da 2 olmuş olacaq. Deməli, aşağıda 10, yuxarıda 10. Üstəgəl solda 7, sağda 7. Bir də 2-lərə baxıram. 2 üstəgəl 2 bunlar. 2 üstəgəl 2 də bunlar. Cəmi 10, 10, 20, 14, 34, 36, 38, 40, 42. Doğru cavabımız olacaq C variantı 42 metrə bərabər. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı unutmayın.